Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun, dəyərli izləyicilərim. Xoş gördük sizləri. Bugün yenə qaymaqdan yağ hazırlayacağam. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Artıq bir neçə ildir ki, mən bu qaymaqdan istifadə edirəm. Çox da razıyam. Razı qaldığım üçün bunu sizlər üçün də paylaşım edirəm. Həm asan, həm də tez başa gəlir. Qiyməti də çox münasibdir. Deyərsiniz ki, ucuz qiymətə nə yağ? İnanın ki, marketlərdə satılan bir çox yağlardan alıb istifadə etmişəm. Tərkibləri eynidir deyərdim. Ona görə də hələ ki seçimim qaymaqdır. Qarşıdan bilirsiniz, iki gözəl bayramımız gəlir. İstəsəz bu yağdan alıb istifadə edə bilərsiniz. Həm yeməklərdə, həm də şirniyyatlarda. Mən məsəl üçün şorqoqalını bu yağla hazırlayıram. Çox da dadlı olur. Həm münasib, həm də dadlı olur. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Gördüyünüz kimi 15 dəqiqə yoğurdum və suyu çıxdı. Suyu bu formada çıxandan sonra demək ki, yağımız hazırdır. Bunu yumurlayıb soyuq suyun içərisinə əlavə edirəm. Soyuq suya niyə qoyuram? Çünki əriməsin, yumşalmasın. Suyumuz soyuq olmalıdır. Hamısını eyni qayda ilə yumurlayıb suya yığıram. Çox da vaxtımızı aparmır, 15 dəqiqə yoğururuq, nəticə göz qabağındadır. Suyun içərisinə yığdım və bu da qaymağımızdan çıxan sudur. Bunu da qaynadıb şor hazırlayacağım. Və yağlarımızı bir dəfə də suyun içərisində yuyuram, ayranı çıxsın deyə. Bu artıq neçənci videomdur ki paylaşıram. Çünki illərdir bu qaymaqdan istifadə edirəm. Həm də çox razı olduğum üçün paylaşdım ki, siz də yararlanasınız. Və gördüyünüz yağı bu formada suyun içərisində bir dəfə də yuyuram. Bu da bizim gördüyünüz kimi qaymaqdan hazırlanan yağımız hazır oldu. İstəsəz bu formada istifadə edə bilərsiniz. Amma mən əridirəm, ərinmiş yağ istifadə edirəm. Gördüyünüz kimi hamısını qazana yığdım və bunu əridirəm. Mən bunu təmiz əridirəm. Bir çoxları bunu biraz əridib sonra soyudur, suyunu süzür. Mən bunu tam əridirəm. Artıq yağımız əridi, hazır oldu. Gördüyünüz kimi bu formada olmalıdır. Və bunu qaba yığacağım. Aldığım qaymaq vedrəsi 7 kiloluqdur və bunu hazırlayıb əridəndən sonra 4 kilo yarım qalır və bunu süzgəcdən keçirərək qabımıza yığıram. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Hələlik bu qədər. Sağ olun, Allah'a əmanət olun.